Selamun Aleyküm ve Rahmetullah. Allah Subhanahu Allah kimlərin tövbəsini qəbul edər, yəni kimləri bağışlayar, kimlərin tövbəsini qəbul etməz, onların günahını bağışlamaz. Məhz Allah Subhanahu Allah bu barədə Quran-Kərimdə buyurur ki: İnnəmət tövbətu alallahi lillezine ya'melune su'a bi cehaletin. Allah'a görə, Allah dərgahında Allah o kimsələrin tövbəsini qəbul edər ki, pis bir iş gördükdə, yəni günah işlətdikdə, thumma yatubuna min qaribin, dərhal Allaha etdiyi günaha görə tövbə edər. Fəuləikə yatubullah aleyhim, Allah da onun tövbəsini qəbul edər. Və kənallahu alimən həkimə, Allah hər şey biləndir, hikmət sahibidir. Bəs kimlərin tövbəsini qəbul etməz, kimlərin günahını bağışlamaz? Ayənin ardınca buyurur ki: "Valeysəti tövbətu lillezine ya'melune seyyiati." Allah o kimsələrin tövbəsini qəbul etməz ki, günah bir iş gördükdə, hətta hədara əhədəhumul mevtu, onlardan birinə ölüm gəldikdə, yəni can boğazı yetişdikdə, qale inni tubdul ənə, mən indi tövbə etdim deyər. Vələllezine yamutuna və hum kuffar. Allah Teala buyurur ki, kafir olaraq ölənlərin tövbəsi qəbul edilməz. Ulaikə atədnə ləhum azəbən əlimə. Onlar üçün şiddətli bir əzab hazırlamışım. Ona görə nə qədər ki can boğazdan çıxmayıb, ruh bədəndədir, Allahdan bağışlama, tövbə edək ki, Allah Subhanahu taala bizim günahlarımızı bağışlasın.